Ramazan ayının gündəlik duaları imsaq və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 15-i Ramazan ayının 25-ci günüdür. Martın 15-də imsaq vaxtı saat 05:26, iftar vaxtı isə saat 19:02-dədir. Ramazan ayının 25-ci gününün imsaq duası belədir. İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver. Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver. Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.